Deməli dostlar, üçüncü panelimizin mövzusunu bir daha sizin nəzərinizə çatdırım. HR-ın yaratdığı dəyər mövzusunda olacaq və bu paneldə də 3 spikerimiz öz çıxışlarını, təqdimatlarını eləyəcəklər. Üçüncü panelin moderatorunu təqdim edəcəm, hazırsınızsa. Özü peşəkar CEO-dur. Azərbaycan dilində ən çox oxunan yerli biznes yazar, biznes idarəçiliyinə aid 4 möhtəşəm kitabın müəllifi, artıq bilirsiniz kimdən gedir söhbət, 100-dən çox şirkətin strategiyasının hazırlanmasına birbaşa rəhbərlik etmiş təcrübəli konsultant, Saat Qrup şirkətinin həm təsisçisi Anar Bayramovu səhnəyə dəvət edirəm, alqışlarınızla. Məncə zəif oldu elə bil alqışlarınız. Bir ürəkdən. Bilirəm günün sonudur. Çox sağ olun. Buyurun Anar bəy, söz sizindir artıq. Buyurun. Dostlar, xoş gördük hər birinizi. İmkan varsa biraz qabağa keçə bilərsiniz. Daha yaxın olaq. Bu bizim bugün 3-cü panelimizdir. HR-ın yaratdığı dəyər paneli. Ümumiyyətlə, bundan əvvəlki panellərdə də bizim mövzularda bu əsas xətlərdən biri idi ki, HR şirkətin nəyinə lazımdır, CEO niyə çox maaş verməlidir HR-a, HR funksiyasının rolu nədir? Ümumiyyətlə, biz müzakirə eləyəcəyik ki, HR necə toxunur şirkətə, şirkətin biznes nəticələrinə necə toxunur HR funksiyası, HR direktor, HR mütəxəssislər. Ona görə düşünürəm ki, çox önəmli bir məqamdır. Ümumiyyətlə, HR funksiyası, ümumiyyətlə bizim bu strateji HR forumunun da elə əsas məqsədi, missiyası odur ki, biz əsl HR nədirsə onu göstərək. HR necə olmalısa onu təqdim edək Azərbaycan bazarına ki, və şirkətlər HR-ın haqqını versin, HR-dan faydalansınlar və inkişaf etsinlər. Mən çox uzatmadan bizim çox dəyərli spikerlərimizi dəvət edirəm. Birinci spikerimiz İqtisad Elmləri üzrə fəlsəfə doktoru, dosent, FAB şirkətlər qrupunun HR direktoru Təyyar Mustafayev. Otururuq. Buyurun. Təşəkkür. Uğurlar. İkinci spikerimiz Azərtürkbank HR departamentinin direktoru Vüqar Bayramov. Uğurlar Vüqar müəllim. Çox sağ olun. Təşəkkür. Və nəhayət, Aras Supermarket şəbəkəsinin idarə heyətinin üzvü, İnsan Resursları Departamentinin direktoru Pərviz Qasımov. Buyurun Pərviz müəllim. Uğurlar Pərviz müəllim.